Xoş gördük əziz dinləyicilər. Bilirsiniz, Hörmüz məsələsinin həll olunması xəbəri ortaya çıxdıqdan sonra müəyyən mənada dünyanın biraz sakitləşməyə doğru gedirdi. Amma aydın oldu ki, heç bir sözləşmə yerinə yetirilmir və hər bir tərəf, istər Amerika tərəf olsun, istərsə də İran tərəf, o radikal qanad yenə də müharibəyə hazırlaşır. Heç bir razılaşmadan söhbət getmir, heç kəs bu razılaşmaya əməl eləyə bilmir və hər bir ölkənin müharibəyə hazırlaşdığının şahidi oluruq. Amma İranda isə əsl müharibə xalqın içində gedir. Əsl müharibə ölkənin içində gedir. Bugün mən bu barədə çox danışmışam ki, bu günləri İranın Amerikaya, İsrailə ehtiyacı yoxdur. Zaten müharibə öz içində gedir və İran öz fitrətinə qayıtmalıdır. Bəzən biz bundan danışanda bizi millətçiliklə suçlaya bilərlər. Milliyyətçilik etdiyimizi deyə bilərlər. Amma inanın, unutmayın ki, nəyin bahasına olursa olsun İran öz fitrətinə, yəni Türkmana qayıtmalıdır. İranın fitrəti, İranın nüvəsini təşkil edən Azərbaycan, yəni türklər İranı sabitliyə də aparan yeganə ağıl onlardır. Radikal qanad istər 100 il bundan əvvəl də olsun, istər bu günləri də olsun, heç bir bəhrə verməyəcək. Çünki İran öz nüvəsindən çıxmış olur ki, və bu gün də gətirib belə bir nəticə ortaya çıxır ki, yenidən İranın 3-cü faza vurulması gözlənilir. Yəni 3-cü fazaya əgər girərsə, bu vaxtı artıq aləm dəyəcək bir-birinə. İkinci isə bildirdiyim kimi İranın daxilində artıq müharibə gedir və bu daxilində gedən müharibə də istər islahatçılar olsun, istər Sepah üzvləri olsun, istər radikallar olsun, istər mollalar olsun. Artıq hər kəs bir-birinin içinə girib. Bu günlər radikallar Cavad Zərifi, bugün İranın ən yaxşı siyasətçilərindən biri olan Cavad Zərifi Siyonist adlandırır. Yaxşıdır, biz yaxşı qutardıq. Cavad Zərifi Siyonist adlandırır. Hər gün Əraqçini Siyonist adlandırırlar və Qalibafı da, artıq Qalibafla da ciddi bir münaqişə gedir içəridə. Halbuki Qalibaf molla qanadına daha yaxınıdır, özü də Sepahın rəhbərlərindən biri olmuşdu. Amma bugün o qədər vəziyyət radikallaşıb ki, heç kəsə dinləmirlər. Nə hökuməti dinləyirlər, ağıllı insanlarsa, ağıllı İran siyasətçiləri isə əlbəttə buna narahatdır. Çünki bilir ki, bu daha İranın tamamilə məhv olması məsələsi ortaya çıxır. Bu günləri tarixdə nəyi xatırladım? Bugün İran Muxtarnamə kinosunu çəkə bilər. Muxtarnamənin siyasətindən çəkmək olar. Muxtarın güclü bir siyasətçi olmasını demək olar. Amma başda Muxtar kimi işləməlidir. Bu günlərə aydın olur ki, o mollalar ki, İranda Muxtarnamə kinosu çəkirlər, onun siyasətini qabardırdılar. Amma aydın olur ki, bugün o mollalarda heç bir siyasət yoxdur. Amma onlar tarixin elə təvvabinləri kimi də qalacaqlar. O təvvabinlər ki, heç bir siyasəti yox idi, imamını da gətirib qətl etdilər və sonra özlərini də qətl etdilər. Yəni, nə imama xeyirləri oldu, nə də özlərinə tarixdə xeyirləri oldu. Bu günləri Sepah, məhz o radikal qanad da eynən təvvabin yolu ilə davam edir. Beləliklə, özlərini də məhv eləyəcəklər və təəssüflər olsun ki, İran xalqını da məhvinə aparırlar. Təşəkkür edirəm.